Əziz Avtosaz tamaşaçıları, hər birinizi salamlayıram. Yeni ildə yeni uğurlar arzulayıram hər birinizə. İstədiyiniz arzularınıza, xəyallarınızdakı bütün arzular inşallah 2026-cı il boyu reallaşar. Bu qeyri-iş günlərində şəhərin səssizliyindən, yəni avtomobil sahibinin kifayət qədər az olmasından danışacağıq. Hansı ki, adi günlərdə şəhərin bəlli nöqtələri var ki, oradan keçmək, ümumiyyətlə sıxlıq tıxac əlinə keçmək qeyri-mümkündür. İndi gedə görək həmin ərazilərdə nə baş verir. Çəkib göstərəcəm. Videonu axıra qədər izləyin. Şərh yazın. Sizdən gələn şərhlər və fikirlər mənim üçün çox önəmlidir. Mən hazırda paytaxtın 20 yanvar metro stansiyasının giriş-çıxış nöqtəsində, bir qədər də dəqiq desək 20 yanvar dairəsindəyəm. Biz bilirik ki, bu müddət ərzində qeyri-iş günləri ilə bağlı paytaxtda nəqliyyat axını, nəqliyyat sıxlığı kifayət qədər azaldı. Əksəriyyət yeni ili bölgələrdə keçirmək üçün rayonlara üst tutdu. Həm də istirahət günlərini rayonlarda keçirmək üçün bölgələrə, müxtəlif istiqamətlərə getdilər. Ona görə də bu bir neçə gün ərzində paytaxtda avtomobillərin sayı kifayət qədər azaldı. Hətta biz bilirik ki, 20 yanvar dairəsində adi günlərdə, yəni günün müxtəlif saatlarında, yəni artıq tıxac saatı, tıxac saatının anlayışı yox idi. Yəni nə vaxt gəlirdinsə, 20 yanvar dairəsində kifayət qədər nəqliyyat axını, kifayət qədər sıxlığın biz şahidi olurduqsa, artıq bu qeyri-iş günlərində təkcə 20 yanvar dairəsində yox, şəhərin əsas hissələrində, hansı ki, daha çox tıxacın yaşandığı nöqtələrdə sıxlığı görmürük, tıxacı görmürük. Bu isə o deməkdir ki, həqiqətən də insanlar bölgələrdədir, əksəriyyət bölgələrdədir və nəqliyyat axını şəhərdən kənara doğru istiqamət alıb. Biz bunu ilə olduğumuz bu 20 yanvar dairəsində müşahidə edə bilirik. Düz artıq qeyri-iş günlərinin sonuncu günləridir. Demək olar ki, artıq bölgələrdəki insanlar istirahət məqsədi ilə bölgələrə üst tutanlar yavaş-yavaş Bakıya doğru axın etməyə başlayırlar. Məsələn, 2 gün öncə ilə müqayisədə hazırda 20 yanvar dairəsi istiqamətində, yəni şəhərin şimal və şimal-qərb girişi istiqamətində bir axını biz görə bilirik. Nəqliyyat axını var, amma yenə qeyd edirəm ki, adi günlərlə müqayisədə az olsa da 1-2 gün öncə ilə müqayisədə artıq bu axının artdığını biz görə bilirik. Deməli, insanlar artıq bölgələrdən paytaxta qayıtmağa başlayıblar. Bəli, bu bir daha onu göstərir ki, əksəriyyət, yəni bölgələrdəki insanların əksəriyyəti paytaxtdadır. Və bayram olanda da, qeyri-iş günləri olanda da həmin insanlar, belə deyək də, məlum məsələdir ki, bölgələrə axın edirlər, bölgələrə gedirlər və nəticə etibarilə şəhərdə bax belə boşluq yaranır. Düz artıq bayaq dediyim kimi buna bir boşluq demək olmaz, yavaş-yavaş axın geriyə qayıdır, yəni Bakıya doğru qayıdır və bu da artıq özünü şəhərdə göstərməyə başlayıb. Düzdür, bununla bağlı tıxacın qarşısını almaq üçün aidiyyatı qurumlar müxtəlif layihələr həyata keçirirlər, mobilliyi inkişaf etdirməyə çalışırlar, ictimai nəqliyyatı inkişaf etdirməyə çalışırlar. Belə zolaqlardır, mikromobilliyin ümumiyyətlə inkişafıdır və s. bu istiqamətdə kifayət qədər layihələr həyata keçirilir, amma indiki vəziyyətdə real mənzərə onu deməyə əsas verir ki, bu görülən işlər hələ də Bakının bu pik həddə olan tıxac sayına, tıxaclıq vəziyyətinə qismən təsir göstərir. Ona görə də burada bu problemin kökündə dayanan əsas səbəb ondan ibarətdir ki, insanlar, bölgələrdəki insanların əksəriyyəti Bakıya axın edib, Bakıda məskunlaşır və ona görə də paytaxtda belə bir vəziyyət, belə bir anormal vəziyyət yaşanır. Yəqin ki, bölgələrdə bəlkə də iş yerləri o qədər də əlçatan deyil, o qədər də yaxşı səviyyədə deyil. Ona görə də insanlar işləmək üçün böyük megapolislərə üz tutur, böyük şəhərlərə gəlir və nəticə etibarilə də paytaxtda ciddi tıxacların yaşanmasını biz şahidi oluruq. Növbəti həftədə yeni iş həftəsi start götürür və ona görə də yeni tıxaclı günlər başlayır deyə bilərik. Deməli, istiqamət almışam 3-cü mikrorayon dairəsinə, yəni hər kəsin üçün quruğu dediyi əraziyə doğru. Baxın, bayaq dediyim kimi 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə doğru demək olar ki, axın yoxdur. Yəni çox az avtomobillərin şəhərdə hərləndiyini görürük. Yəni sıxlıq yoxdur. Hətta insanın belə boşluqda piyada gəzməyi də gəlir, amma baxırsan ki, bəzi yerlərdə müəyyən qədər yüklənmələr artır. Yəni əvvəlki günlərdə isə, ötən gün, ondan əvvəlki gündə isə ümumiyyətlə yüklənmə yox idi. Ümumiyyətlə şəhərdə axın sıfır nöqtəsində idi. Artıq o qeyri-iş günləri başa çatdıqca bölgələrdəkilər, bölgələrə gedənlər, istirahət məqsədi ilə gedənlər Bakıya qayıtdıqca biz şəhərdə artıq yüklənmələrin şahidi oluruq. Dəyərli izləyicilər, deməli gəlib çıxmışam 3-cü mikrorayon dairəsinə.
ümumi vəziyyətə baxıram. Şokdayım ki, mən doğrudan da 3-cü mikrorayon dairəsindəyim, yoxsa başqa bir yerdə. Bilirsiniz, axın yox, sıxlıq yox, tıxac yox. Avtomobillər rahat və sərbəst şəkildə dairədə dövrə vurub istədiyi istiqamətə gedir. Maraqlıdır. Bakının demək olar ki, bir çox nöqtələrində vəziyyət hazırda eyni ilə belədir. Sıxlıq yox, tıxac yox, tıxaca əlvida. Yəni, tıxacsız Bakını görmək doğrudan da çox maraqlıdır. Həqiqətən də Bakı tıxacsız olsa nə gözəl olardı. Elə piyada gəzmək insana zövq verir. Məsələn, ona görə də mən bugün avtomobildən tamamilə imtina elədim ki, piyada gəzməyin zövqünü yaşayım. Yəni, sıxlıq olanda insan heç piyada da gəzmək istəmir. Təsəvvürün ki, siqnal səsi, o xaotik vəziyyət, gərginlik, əsəb, stres. Amma belə vəziyyətdə boşluğa fikir verirsiniz. Boşluq, avtomobil demək olar ki, yoxdur. Üzü İnqilab istiqaməti göstərəcəm, daha doğrusu Ziya Bünyadov istiqamətini göstərəcəm və eləcə də Qələbə dairəsi istiqamətə baxın, avtomobillər demək olar ki, yoxdur və bu tərəfdən də 20 yanvar və Şamaxınka tərəfdən gəlib 3-cü mikrorayon dairəsinə yaxınlaşan istiqamət yolu da göstərim. Baxın, demək olar ki, nəqliyyat axını çox az səviyyədədir. Hətta Əcəmi stansiyası tərəfindən də maşınlar çox az sayda gəlir. Belə, 3-cü mikrorayon dairəsi, yəni həyatının şokunu yaşayır.